Bura illərlə gözlədiyimiz torpaqlardır. İndi bu torpaqlarda təhsil dirçəlir. Kəlbəcərdən Ağdama, Füzulidən Zəngilana qədər. Müəllim burada sadəcə dərs demir, o gələcəyi qurur. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı bu bölgələrdə çalışan müəllimlərə psixoloji yardım, hüquqi məsləhət və sosial dəstək ilə dayaq olur. Təlimlər, məlumatlandırma, motivasiya. Bu dəstək müəllimin tək olmadığını göstərir. Burada sinifdəki hər baxışda, hər qələmdə bir qayıdışın əksi var. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı zəfər torpağında çalışan müəllimin səsi, gücü, nəfəsidir. Çünki təhsil varsa, torpaq yaşayır.